Salam əziz və dəyərli izləyicilərim. Bugün ASD fraksiya haqqında video çəkirəm. Çünki çox suallar gəlir. Amma bu başdan çox xahiş edirəm, kim üçünsə maraqlı deyilsə, gidin başqa videolara baxın. Çünki mən ətraflı danışacağım. Bütün izləyicilərimə, sual verən minlərlə izləyicilərimə hörmət mənası olaraq bu videonu çəkirəm. Çünki çoxlu suallar gəlir ASD fraksiya 2 haqqında. Bugün sizə göstərəcəm YouTube səhifəsində də ki, necə ASD 2 haqqında özünüz də araşdırma apara bilərsiniz. Dünya tanıyır, düzdür, Azərbaycanda artıq mən dedim 2-3 ilə qədər heç kim bilmirdi ki, ASD fraksiya 2 nədir. Çünki zoomaqazinlərdə satılır, xərçəng xəstəliyinə deyilənə görə mən demirəm, baxın kitabını da oxumuşam. Saysız hesabsız ASD-dən kitablar yazılıb. Mən özüm də oxumuşam, tam dəqiqliyi ilə özüm YouTube'da professorlara qulaq asmışam. ASD fraksiya 2-ni professor Dorogov çıxardıb, əvvəlcə insanlar üçün çıxardıb, sonra ölüm sayıları azaldığı üçün, xəstəxanalarda xəstələr olmadığı üçün, yaşlılar çox uzun ömür olduqları üçün bunu içdiklərinə görə ASD-yə qadağan qoyulub. Özünüz də internetdə araşdırma apara bilərsiniz. Bunlar mənim fantaziyalarım deyil. İnanmamağınız da sizin özünüzə aiddir. İstəyirsiniz inanmayın. Məcbur deyilsiniz inanmağa. Və yaxud içməyə, mən heç kimi məcbur eləmirəm, mən demirəm xərçəngi sağaldır, mən demirəm. İndi sizə göstərəcəm hansı həkimlər, hansı professorlar deyir, insanların şərhlərini, kommentariyalarını göstərəcəm. Özünüz də araşdırın, mən içirəm deyib, siz də içməli deyilsiniz ki. Biz ailəliklə bütün tanışlarımız, bilişlərimiz, qohumlarımız hamısı içir, özdə uzun illərdir. Çünki mən Rusiyada yaşayıram, burada elə bir nənə, elə bir baba yoxdur ki, içməsin. Özdə bu Armavirin seriyasını içirəm, indi şəklini üstdən qoyacağım, ekrana görərsiniz. Yəni mən yarım qramdan başlamışam, 2-3 gün yarım qram içib, sonra 1 qramdan bir dəfə səhər profilaktika üçün içirik biz. Baxın əzizlərim, axtarış yerində ASD 2 yazan kimi görün nə qədər videolar çıxır. Baxın, bunlar hamısı ASD 2 haqqındadır. Baxın, bu həkimdir. Bax, hamısı çoxsa həkimdir. Bu ASD fraksiya 2-ni çıxardan Medisinski Nauk elə professor Dorogovun qızıdır, Dorogova. Baxın, burada necə içilir göstərir. Bəzən məndən soruşursunuz, necə içirik Məryəm xanım. Baxın, hətta şpritslər necə çəkilir. Bir bu video deyil. Baxın, bu da həkimdir, neçə ilin həkimidir. Baxın, yazır burada rak xəstəliyini necə müalicə edir ASD 2. Baxın, niyə zapret qoyulub ASD 2 haqqında, baxın, yazılır, baxın, yenə sayı hesabı, bu 30 ilin onkologudur, 30 ilin onkologudur, deməli, böyük onkoloji özünün klinikası var, o danışır ASD fraksiya 2-ni necə içmək olar. Belə axtarış aparsanız sayı hesabı yoxdur. Mən nəyi sevirəm bu ASD-2-də? Bax, həkimlərdir. Görürsünüz, içən real xəstələrdir. Baxın, sayı hesabı yoxdur mənim əzizlərim. Və bu, bax, yazır, niyə qadağan eləyiblər ASD-ni? Hamısı danışır. Yəni, minlərlə insanların, burada yenə də deyirəm, həkimlərdir. Bir-bir göstərirəm. Bütün xəstəliklərin yazır ki, bütün xəstəliklərdən sağaldır. ASD bu, özü çox ağır xəstəlikdən sağalıbdır. O illəri çəkir. Bax burada, baxın, bir dənə buranı yaxından çək, bayaq dediyim Yugov, baxın, direktor onkosentra, professor, oxuyursunuz adını, fraksiya ASD 2 haqqında, yəni xərçəng xəstələrinin içməsi üçün. Yəni mənim öz araşdırmalarım deyil bu. Və belə baxanda mən sizə məsləhət bilərəm ki, tutaq ki, bu videonu bastım. Baxın, indi mən burada sizə kommentariyaları göstərəcəm. Yəni şərhləri göstərəcəm sizə. Görün nə qədər şərhlər var. Sizin yerinizə olsam 1105 şərh buradadır. Baxın, bax, hamısı yazır ki, благодарю, bu gözəl informasiyadır, mənim xəstəliyimi düzəltdi, hamısı minnətdarlığını bildirir. İndi başqa videolarda göstərim. Saymaqla bitmir, bax, bir-bir, mən belə olub içmişəm, bax, sizə də deyirəm, yəni, istəyirsinizsə, baxın, bax, ASD, mən içən ASD-ni göstərir, bax, görürsünüz, ASD, bax, buradakı, mən içən ASD və baxın, əzizlərim, 3661 şərh var, kommentariya, yəni. Neujeli bunları oxuyub siz özünüz baxın, məsləhətləşin, burada bilirsiniz kimlərdir yazanlar. Baxın, bax, mənim ərim, bax, burada oxudum,
yoğun bağırsağın xərçəngi idi, ximioterapiya almadı. Slava Bogu, proşlo уже 8 let, yəni 8 ildir ərim yaşayır. Onca bax, Rusdu, Tatyana. Yəni sayı hesabı yox, 3000-dən çox şərh nə deməkdir mənim əzizlərim. Özünüz oxuyun, mənə sual verirsiniz. Yəni mən demirəm ki, için. Zoomagazində niyə satılır? Bax, bu videolarda var. Özünüz istəsəniz, tənbəllik etməsəniz, bax, real sağalan insanlardır, inanın bunlar hamısı. Baxın, bax mən içdiyim qanı təmizləyir. Saymaqla bitməyən xəstələri. Bax bu həkimdir. Yazıb ki, mənim lichni opıt primenения. Yəni özünün şəxsən qəbul eləyib nələrdən sağaldığı haqqında həkim danışır. Ay, baxın, hansını birini sizə göstərim. Professoru göstərdim. Çox həkimlər. Yəni indi sizə başqa bir şey danışım. Sizə ən çox verilən suallarınıza cavab verim ki, Məryəm xanım mədəm ağrıyır, mənə olarmı? Məryəm xanım ximioterapiya vaxtı mənə olarmı? Məryəm xanım bağırsağımda bu problem var, şəkərim var, təzyiqim var, olarmı? Mən hardan bilə bilərəm? Axı hər orqanizm fərqlidir. Biz özümüz aləminlə içirik, xeyrini də görürük. Mən sizə deyə bilmərəm, orqanizminizi özünüz tanıyırsınız. Sizə olar olmaz və ən əsası dediyim kimi, baxın, girin şərhlərə, hər bir xəstə ruslardandır ən çox. Azərbaycandan bir dənə paylaşam. Mən oldum, məndən sonra 1-2 adam paylaşdı. Yəni mən 3 il bundan qabaq risk elədim, paylaşdım ki, belə bir şey var. Amma burada insanlar, professorlar, həkimlər, dediyim kimi kitabını da aldım, oxudum. Özdə bir kitabını oxumamışam, bir neçə kitabını oxumuşam. Mən nədən hazırlanır bilirəm, amma sizə demirəm onu ki, nədən hazırlanır. Onu da özünüz axtarış edib bilə bilərsiniz. Nəyə görə zoomagazində satılır, onu da internetdən özünüz oxuya bilərsiniz. İndi internet zamanəsidir. Mənim əzizlərim, uşaqlara olmaz, hamilələrə olmaz. Məsələn, mənim qızım neçə illərdir içirdi, indi cəmi hamilələr sağ-salamat ana olsun. Mənim qızım artıq 7 aydır ki, içmir, inşallah. Ana olan gündən o da artıq başlayacaq yenə də içməyə. Yəni, içənlər var. Çox hamilələr yazır ki, içirik. Nəsə, mən hamilədir deyə vermədi. Uşaqlara olmaz, amma burada yazırlar ki, uşağım filan xəstəlikdən sağaldı. Amma mən risk edib demirəm ki, uşaqlarınıza verir. Ümumiyyətcə heç kimə demirəm. Bu sualları mənə verirsiniz, yazırsınız. Mən də hörmətsizlik kimi çıxır. Eyni suala çox-çox cavab verəndə TikTok səhifəsi şərh bölməsini blok edir. Əgər eyni cavabları verəndə. Suallar odur, necə içirsiniz, içirmə qaydası YouTube'da var. Mən sizə yazılı necə orada cavab yazım ki, mən şprislə belə çəkirəm, belə içirəm. Həftənin 5 gününü içirəm, mən şənbə bazarı içmirəm. İçirmə qaydasını dediyim kimi özünüz YouTube'da axtarın, görəcəksiniz. Mənim də videolarım var. TikTok səhifəmdə də var, YouTube səhifəmdə də var. Özünüz də başqa səhifələrdən də, ruslardan da, həkimlərdən, professorlardan, adi insan, yəni ağır xəstəliklərdən içib sağalanlar var. Gərək onlara özünüz gözünüzlə görəsiniz, baxasınız və o dediyim bir videonun altında 3000 şərh, birində 4000, birində 10.000 şərhlər var. Hamısı real insanlardır. Açıb oxuya bilərsiniz kim hansı xəstəliklərdən sağalıb. Əgər istəyirsinizsə, məsləhət bilirsinizsə, bəli, minlərlə insanlar yazır ki, xərçəkdən sağaldım. Minlərlə, bax birini bayaq göstərdim ki, ximioterapiya həkim demişdi, elənmədi, 8 ildə ərim yaşayır xərçəkdən. Metastasın qarşısı alınan milyonlarla insanlar yazır. Mən demirəm, bu mənim fantaziyalarım deyil, mənim əzizlərim. Mən bundan pul qazanmıram. ASD-nin şirkəti mənə pul ödəmir. Videoya siz baxırsınız, mən əziyyət çəkib, inanın ki, əziyyət çəkib videolar qoyuram. Ondan mən 1 manat pul qazanmıram. Mən prosto istədim ki, əgər ruslar içirsə, sağalan insanlar varsa, bundan xalqımın xəbəri olsun, özünüz araşdırın, məsləhət bilsəniz, için əzizlərim. Başqa bilmirəm, elə ən əsas suallar olar idi ki, ən çox mənə olarmı, cürbəcür suallar ki, biz içə bilərikmi, cavab verdim, özünüz də araşdırın. Və bir də onu deyim ki, Məryəm xanımın qızıl qaydalarını bilmək istəyirsinizsə, Məryəm xanım yeganə diyetoloq, nutrisioloqdur ki, mən hələ də oxuyuram. Yəni, mən diplomlu diyetoloq, nutrisioloqam birincisi. İkincisi, mənim qrupumda heç nə satıla bilməz, nə arıqlama çayı, nə arıqlama qobesi, nə arıqlama şokoladı. Çünki bilirəm ki, onlar zəhər saçır. Mənim qrupumda senadı, qəbz olmuşam deyə demirəm, senanı yeməyin üstünə tök yi, acılı qotu iç, nə bilim nə. Çünki bilirəm ki, onlar dəhşətli xəstəliklərə gətirib çıxardır. Mən hətta 84 yaşlı anama belə sena çayıdır, magnesulfat tuzudur, dəvə gözüdür və s. Onları icazə vermirəm içməyə. Və yeganə diyetoloqam ki, ili 20 manata bir məndədir bu qrup. Bəylər üçün ayrıdır, xanımlar üçün ayrıdır qrupum. Amma bəylər də bircə dəfə 20 manat ödəyir. Tam sağlam həyat tərzi sürmək istəyirsinizsə, xərçəng xəstəliyindən özünüzü qorumaq istəyirsinizsə, yəni toksinlər orqanizminizdən çıxanda kistalar, fibromalar əriyir. Kistalar nədən əmələ gəlir? Kistalar təbii ki, orqanizmdə toksinlər o qədər çoxalır ki, kistalar da toksinləri özünə çəkir. Amma mənim qrupumda tam sağlam həyat tərzi ilə kimyəvi
katkısız, dərmanlarsız, acılıq etmədən, su diyeti etmədən tam formaya düşürsünüz, sağlam həyat tərzi sürürsünüz. Siz də mənim sağlamlıq orduma qoşulmaq istəyirsinizsə, buyura bilərsiniz. Dünyanın harasında olursunuzsa olun. Rayon olsun, kənd olsun, şəhər olsun, xarici ölkə olsun. Necə tələffüz edirəmsə nömrəni, o cürə də yaddaşa salın. Bütün qızıl qaydalarımı sizə öyrədəcəm, xanımlar. Bütün gözəllik sirlərimi sizə öyrədəcəm. Cavan qalmağın sirrini və nömrəni necə tələffüz edirəmsə o cürə yaddaşa salsanız, WhatsApp nömrəmi tapa biləcəksiniz. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.